Varikozun yaranma səbəbləri. Bunları aşağıdakı kimi sadalamaq olar. Birincisi, uzun müddət ayaq üstə durmaq və yaxud da ki, oturaq vəziyyət. Hal-hazırda bilirsiniz ki, indiki dövrdə daha çox insanlar ofis problemindən əlaqədar olaraq saatlarla kompüter qabağında qaldığından onlarda bu problemin yaranma ehtimalı daha da çoxalmış olur. İkinci vacib məsələ isti proseduralardan qaçmaq. Üçüncü çox vacib məsələ ondan ibarətdir ki, dar paltarlar, dar corablar geyinmək. Bunlar da varikozun yaranmasına şərait yaradır. Digər bir səbəb, hörmətli bizim əziz xanımlarımızın daha çox istifadə elədiyi hündür dabanlı ayaqqabılardan istifadə eləmək. Ümumiyyətlə, belə olduqda venoz hemodinamika pozulur. Ona görə də bu insanları nəzərə almalıdırlar və uzun müddət dabanı 5 santimetrdən hündür olan ayaqqabılardan gündəlik işinizdə istifadə etmək məqsədə uyğun sayılmır. Digər vacib məsələlərdən biri mədə-bağırsaq sistemindəki olan qəbizlik problemidir. Yəni, bu da qarın daxili təzyiq artırır. Bu da bir şərait yaradan bir problemdir. Artıq çəki çox önəmli bir məsələdir. Bundan da can qurtarmaq lazımdır. Buna görə də normal qidalanma rejiminə keçmək lazımdır. Xüsusilə də hamilə qadınlarda nəzərə alsaq ki, varikoz tez-tez rast gəlinir. Onların aktiv həyat sürməsi, yəni hamiləlik dövründə gəzməsi çox məqsədə uyğundur. Əgər bunları nəzərə alsanız, düşünürəm ki, varikozdan yan keçə bilərsiniz.